İsmayıllı rayonunda Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında İsmayıllı rayon Uşaq Gənclər İnkişaf Mərkəzi və Bakı şəhər 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Elmi Aparan Yollar adlı elmi-praktik konfrans keçirilib. Tədbirin əsas məqsədi gənclərin elmə marağının artırılması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və elmi fəaliyyətə təşviq olunmasıdır. Konfransda Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı rayon təhsil sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova, İsmayıllı rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova, rayon ümumi təhsil məktəblərinin müəllim və şagird heyəti, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər iştirak ediblər. Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər elmin cəmiyyətin inkişafındakı rolundan danışıb, gənclərə öz bilik və bacarıqlarını inkişaf etdirməyi tövsiyə ediblər. Tədbir çərçivəsində şagirdlərin hazırladıqları elmi layihələr və təqdimatlar nümayiş olunub. Maraqlı müzakirələr aparılıb. Sonda fəal iştirak edən şagirdlər və müəllimlər təşəkkürnamə və sertifikatlarla təltif olunublar. İsmayıllı rayonda Uşaq Gənclər İnkişaf Mərkəzinin gördüyünüz kimi akt zalında İsmayıllı rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi və dərnək üzvləri Bakı şəhəri 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxslə birgə ikimizin birgə təşkilatçılığımızla Elmə Aparan Yollar adlı elmi praktik konfrans keçirilir. Tədbirin əsas məqsədi gənclərin elmə marağının artırılması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və elmi fəaliyyətə təşviq olunmasıdır. Konfransda hər iki mərkəzin müəllim və şagird heyəti, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edirlər. Bugün bizim üçün çox xoşdur ki, bizim uşaqlarımız, şagirdlərimiz, müəllimlərimiz İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzində elm festivalına qoşulub bir yerdə onlarla belə bir konfransı təşkil edib və keçirdirik. Biz artıq 4 ildir əməkdaşlıq edirik Uşaq Yaradıcılıq Mərkəzindən, İsmayıllı şəhərindən və bizə çox xoşdur ki, bugün bu tədbirdə bizim uşaqlarımız iştirak edir. Qeyd edək ki, bu kimi tədbirlər gənc nəslin elmi dünya görüşünün formalaşmasına və onların gələcək uğurlarına mühüm töhfə verir. Elvin Qudrətov, Rafiq Həsənov, Elçin Məlikov bugün informasiya proqramı üçün.